Yunanistan haqqında sənə sorğular verəcəm. Görüm sualları necə cavablandırarsan. Hələ gör mənə. Deməli, Yunanistan harda yerləşir? Yunanistan harda yerləşir? Hə. Demək, Asiya qitəsində. Asiyada, Avropada. Avropa, bəli, Avropa. Yunanistan təbii coğrafi mühitinə görə neçə yerə bölünür? 3 yerə bölünür. Şimali Yunanistan, Orta Yunanistan, bir də Cənubi Yunanistan. Yunanistan hansı dənizlərinin əhatə olunur? Yunanistan, İon dənizidir, Egey dənizi, bir də Aralıq. bəli, İon, Egey və Aralıq dənizlərindən. Deməli, Yunanistan ən qədim sinifli cəmiyyət hardadır? Ən qədim sinifli cəmiyyət Yunanistanda. Krit adasında. Deməli, Krit Avropada ən qədim mədəniyyəti, sinifli cəmiyyət Krit adasındadır. Krit adası harda yerləşir? Krit adası demək Avropada yerləşir də o da. Yunanistanın cənubunda Yunanistanda. yerləşir. Yunanistanın cənubunda. Bəli, ada doğru. Demək, Neçənci minilliyə aiddir? 3-cü minilliyin birinci yarısında Krit mədəniyyətinə aid olan, məsələn deyək ki, freska nədir? freska rəsm çəkmək üçün səhv eləmirəmsə nəsə olmalıdır. Xam mala üzərinə çəkilmiş şəkil. Freska, xam mala üzərinə çəkilmiş şəkil. Bəli. Sonra, belə deyək ki, o zaman Kritlilər hansı ölkələrlə əlaqələr yaratmışdılar? Misirlə, Finikiya ilə, qonşu ölkələrlə, bunların, Babillə. Əlaqələr yaratmışdılar. Krit mədəniyyəti hansı səbəbdən süqut etdi? O yaxınlığındakı adada vulkan püskürməsi nəticəsində. Vulkan püskürməsi nəticəsində süqut etdi. Bəs Axey Yunan tayfaları hansı mədəniyyətin əsasını qoymuşdular? Mikena mədəniyyətinin əsasını qoymuşdular. Neçənci minliyə aid Mikena mədəniyyəti? 2-ci minilliyə. Bəs Mikena mədəniyyətini süquta uğradanlar kimlərdir? Onlar şimaldan gələn Dori tayfaları. Hansı dövlətin əsasını qoydular? Sparta dövlətini yaratdılar. Sparta deməli şəhərin əsasını qoydular. Sparta şəhər dövləti nə zaman yarandı? Sparta şəhər dövləti 2-ci minillikdə yaranıb da, 2-ci minillikdə Dorilərin gəlməsi nəticəsində. Sparta şəhər dövləti 8-ci əsrdə yaranıb. Deməli Spartada qullar necə adlanırlar? Pilot. Sparta ordusu necə adlanırdı? Fanın adlanırdı, səhv eləmirəmsə. Sparta ordusu. Yunanistanın azad əhalisi neçə yerə bölünürdü? Yunanistanın azad əhalisi azad əhali aristokratlar və demos. İki yerə aristokrat və demos yanına gəldi. Aristokrat bunların yerli əhalisi idi. Demosdan sonradan gələn köçmə. Aristokratlar nədir? Aristokratlar varlı təbəqədir. Demoslar nədir? Demoslar onlara nisbətən kasıb təbəqədir. Bəs onlar arasında mübarizə neçənci əsrdə daha da kəskinləşdi? Onlar arasında mübarizə elə bir səhv eləmirəmsə vətəndaş müharibəsi olmuşdu. Neçənci əsrdə? Solon islahatları onun nəticəsində yaranmışdı. Səhv eləmirəmsə 493-cü ildə. Solon islahatı 493-dədir. Yəni 594-dədir. 594-dür. Solon islahatının mahiyyəti nə idi? Solon islahatının mahiyyəti orada elə bil ki, adı nədir bu demoslar aristokratlara qarşı qalxmışdılar. Demosların aristokratları kim barışdırdı? Demosların aristokratları kim barışdırdı? Solon barışdırdı da islahatlar keçirməsi nəticəsində. Neçənci əsrə aiddir?
Drakon qanunları. Hı. 7-ci əsrə Bir aiddir. dəqiqə. Drakon qanunları neçənci əsrə aiddir? 7-ci Biraz əsr. əvvəl 7-ci əsrə aiddir. Bəs buna nə üçün qanuna yazılmış qanunlar deyirlər? Çünki olduqca sərt idi o qanunlar. Qanunlar olduqca nə üçün, məsələn, deyək ki, nə üçün sərtdir? Nəyə əsasən deyirik bunu? Məsələn üçün orada borc daşıb səhv eləmirəmsə olmalıdır. Ona əsasən demək olar. Məsələn üçün kimsə öz elə belə deyək də borcunu qaytarmayanda 3 il müddətində özü və ailəsi qul olurdu. Bəs Şimali Yunanistanla Orta Yunanistanı nə ayırır? Şimali Yunanistanla Orta Yunanistanı hansı körfəz var? Peloponnesdir. Şimali Yunanistanla Orta Yunanistanı ayıran keçid Fermopil keçididir. Fermopil. Cənubi Yunanistanla Orta Yunanistanı ayıran nə idi? Arktika. Deməli, ayıran Korim körfəzidir. Şimali Yunanistan'da hansı vilayət yerləşirdi? Şimali Yunanistan'da hansı Krit mədəniyyəti idi də orada? Fessaliya. Hə. Orta Yunanistan'da hansı vilayət yerləşir? Attika. Cənubi Yunanistan'da Finikiya yerləşirdi sən Lakonika və Messeniya. Messeniya. Deməli, Lakonika və Messeniya. Deməli, vilayəti deməli harada yerləşirdi? Yunanistan'da. Cənubi Yunanistan. Deməli, Cənubi Yunanistan. Cənubi Yunanistan necə adlanırdı? Cənubi Yunanistan Peloponnes. Peloponnes müharibəsi neçənci ildə baş vermişdi? Peloponnes müharibəsi. Peloponnesdir, Peloponnes. Yəni Afina Sparta müharibəsi həmçinin Peloponnes müharibəsi edilir. Neçənci illərə aid edir? Belki. 431, 404. Hə, 431, 404. Hansı ölkənin qələbəsinə başa çatdı? Necə? Hansı ölkənin qələbəsinə başa çatdı? Spartanın. Bəli. Deməli, Akropol nədir? Akropol. Bir dəqiqə. Hündür şəhər mərkəzləri olmalıdır, səhv eləmirəmsə. Bəs Agora nədir? Agora bazar meydanı. Bəs Amfora nədir? Amfora məbəd. İki quluplu gilqablar. Olar. Solon islahatının mahiyyəti nə idi? Solon islahatının mahiyyəti o idi ki, demosla aristokratları bağışdırmaq. Yəni təkcə o idi. Kəndlərin borcları ləğv olundu, borca görə. Borca görə köləliyi ləğv elədi. Bəli. Borc köləli və bir də vətəndaşlıq əldə olundu.